sonra da fonksiyonla geri qəbul edəcəm. İlk birinci özellik nədir? Ümumiyyətlə fonksiyon neyiniz? Bax, f(x) bərabərdir y quruluşunu bir dənə yadda saxla. İçinə qoyduğun şey x-dir, çaldığın şey y-dir. Və f dediyimiz şey elə bir ki, təsir edir inkaslı x-dan y-ə. Azərbaycancada da var, yediyimiz fonksiyonla tanış olan x təyin oblastı deyirsiniz. Burada x-ə tanım küməsi deyilir. Tanım küməsi. Y Azərbaycanca qiymətlər oblastı deyirik, amma göz ona görüldü küməsi deyilir. Yəni mən tanım fonksiyonları düşmədiyi üçün bu detallara çox girməyəcəm. Direkt şeydir, tanım küməsi sözünü gördü, sözlər testləri zaten yoxdur. Nəzərdə x-in ala biləcəklərini nəzərdə tutur. Görüldü küməsi də deyəndə y-in aldığı qiymətləri nəzərdə tutur. Bu şəkildə baxırsan, ümumi quruluşda budur. Biz x-a qiymətlər verib, məsələn formulu budur, görürsən. İçi nə olmalıdır deyir? 4. İçinə. Ümumiyyətlə fonksiyondur, polinomda işləyəndə. Elə bir ki, mat işləmirsən. IQ, birə-bir IQ dərsi işləyirsən, yaxşı. Elə içindəki nə var? İşləm işləyirsən, bu 4 var. X gördüyün yerə 4 qoyacaqsan. 4 üstə gəl üstünə eləyir? 7. Aşağıda x-in yerinə qoyuruq. 2 qoyanda hesablasan sən nə verəcək onda? 4 üstə gəl 15 salam 14 gördük. Məsələn burada x gördüyün yerə apar nə qoy deyir? O bu sualda 9 qoyulur, elə deyil. 9'a aparıb qoysam, nə çıxır kökdə 9'dan? 3. 3'dən 3 çıxanda 0. Burada da eyni temada hamısında da var. Məsələn aşağıda, burada x-in yerinə nə qoyacaqsan? 3. 3'ün üstünə 3 çıxır ki, sənə nə ver? 3'də 3. Və salam, bitdi. Bunlar bundan danışır. Sonra gəldik burada. İşləmdəki kimi düşünsəm mənim var. Bu dəfə mötərizənin içində 1 var, elə deyil. Mötərizənin içində nə olmasını istəyirəm demək ki mən. 1'ə bərabər olmasını istəyirəm. X-in yerinə nə qoyacaqsan? Aha, 4 qoyacaqsan. 4'ün kvadratı çıx 1, cavab deyiləcək 15. Başa düşündün? Sonra düşdü aşağıya. Burada içinin nə olmasını istəyirəm? 4. Nə qoyun ondan? 2. Aha, 2 qoydum, cavab nə eləyəcək? 5. Və sonra bitdi. İdeyam çatdı. Mesela bak geldik bu tipli sorulara. Burada içindeki olan ifade neye beraberdir konkret olarak? 5. Onda bu şeyin yerine ne yazaram ben? 5 çık mənfi 6. Ve sağ bitti. Bak burada da. Bu neye beraber olsun? 4'ten. Burada ne başlıyor? Ne yersen? 2'ni çıkartalım. Aha. X kvadratı. Qəşəng. 2 üstə gəl 8. Aha. Orada bu ne yazılırsa? Nasıl olur? Bak bu forma. Hatta gel misalın biraz stilini məndə işləyim. Düşün burada f yazır. İçine x kvadratı plus x plus 3 yazmışam. Bak yine bu şeydir. Tamam. Sen bu ifade neye beraber olsun istiyorsan? 4'e. Tamam. Bu ifadenin 4'e beraber olmasını istiyorsan sen kenarda yazıram var. Bu beraberdir neye? 4'e. Onda orada x kvadratı plus x neye beraber olacak? 1'e. Vəssalam 1'e. Aparıb yine 2 vur 1 üstə gəl 8 bu formada yazılacaq. Yaxşı. Başa düşülməyən bir şey qaldı. Allah süper. Devam edirik. Geldik bu parçalı fonksiyon. Parçalı fonksiyonlar. Tema neden gelir? İşlemde de işlem. Bu IQ sorularında böyle ihtimal ki bunlar rastlaşmışsam. İndiyə qədər. Bax, bura bak. Bunu demədik fx bərabərdir y-yə. İçinə qoyduğum şey x-in qiymətidir, elə deyil. Və içindeki şey x-dir. Bu şərtlərdən hansını ödürürsə, aparıb o sətirdə qoyub hesablayırsan. Məsələn 1'dir. 1 2'dən nədir? Balaca. Elə deyil. Demək ikincidə qoyub yoxlamalıydım. 3 vur, 1 üstə gəl, 1 sənə verir mi? 4. Qəşəng. İndi 3 qiyməti də 2'dən böyükdürmü? Aparıb yuxarıda qoyacaqsan. 3 çıx 3 sənə nə verdi? Genellikle birində ödürsə, o birisi digərində ödür. Bu testlər həmişə belə olur. İşte bunun qiyməti oldu 0, bu da 4. Cavab deyiləcək 4. Tamam. İndi bax gəldik. Bunu ilə sən burada 4'ü harda qoyursan? İlk sətirdə yoxsa ikinci sətirdə? İkinci sətirdə qoydun nə verəcəksən daha? 8. Aha, qəşəng. 0'ı apardın birincidə qoydun. Elə deyil, birdən kiçikdir. O da 0 çıx 3 sənə nə verdi? Mənfi 3. 8 çıx 3. 11. Məsələn, diqqətli olun. İşte bunlar belə. Gəldik bu özəlliyə və məncə fonksiyon teması buradan sonra başlayır. Buna qədər o qədər də belə wow deyə bir fonksiyon deyildi. İdeyaları bir dənə tuturuq. Tema nədən gedir? Birincisi sabit fonksiyon. Fizikada görmüsən, fx bərabər, məsələn, konstant sözü nə demək? Konstant, constant yazılır, c ilə yazılır. Görməmişsən, fizika oxumursun da. Konstant sözü sabit deməkdir, tamam mı?
Yəni, bax 7-ci sinifdə belə bir şey keçirsən. X-a nə versən belə, məsələn, y bərabərdir 2 fonksiyonu. Tamam? X-a nə istəyirsən ver. Standart olaraq həmişə y nə alır? 2 alır. Bax, sabit görür. X-a nə versən belə, X-ların heç bir önəmi yoxdur. Cavab sabit ədədə bərabərdir. Yəni, fx bərabərdir c deyəndə, ən bəsitdə belə başa düşür. X-lı gördüyün hər şeyi yox eləməlisən. Onları da yox eləmək üçün əmsallarını 0 deməlisən. Bax, bunu nə götürəcəksən? 0. Bunu 0 eləyəcəksən ki, testin başı deyib ki, sabit fonksiyon. Yəni, misaldakı bütün x-ları yox elə. A-nın qiyməti onda nəyə bərabər olacaq? 2-yə. B-nin qiyməti 1-ə. Aparıb burada yerinə qoysam, buradan çıxırmı ki, fx bərabərdir 2-yə? Aydın oldu. İndi içine aparıb 5 də qoysam. Burada 5 qoysam belə bu şeyin əmsalı nədir? 0. Yəni içine nəyin qoymağının bir önəmi qalmır. Cavab standart olaraq həmişə nə verəcək? 2. Götürüb içine 1024 də qoysam. Əgər cümlənin başında bu sabit fonksiyonu deyibsə, yaxşı, cavab standartı nədir? Çox qalacaq. Çox qəşəng. Bir de oran orantıdan biz keçmişdik. Yazırdıq ki, B'de A bərabərdir, D'de C, sonunda bir K sabitinə bərabərdir. Elə deyil. Buradan gəlir, bax, kəsirlərin sabitliyi deyəndə, bax, yuxarıdan aşağıya x-i bölürsən x-in qarşısındakına. 2-ni bölürsən 1-ə bərabər olmalıdır. Buradakı mənfi 6-nı böləcəksən A-ya. Kəsirlərin sabitliyi budur, yaxşı. O da mənə nə verəcək? Mənfi 3 verirmi? Orantı təmin olmalı. Yəni şifa işləməyə çalışsaydım, bax fikir ver. 2-ni neçə dəfə azaldıb deyirəm? 2 dəfə. Onu da burada mənfi 6-nı 2 dəfə azaldıb birbaşa mənfi yaza bilərsən. Bunu işləsən, burada A-nın qiymətini istəyirsən nə? 4 dəfə yuxarı. Aha. Bəs 16 bitdi. Süper. İndi birim fonksiyon. Birim bilirsən nə? İçi çölünə bərabər. Cümləni belə yadda saxla. F2 bərabərdir x-a. İçine atıram fx'in kvadratı yazsam, çöldəki də fx'in kvadratı olmalı. Atıram içərisinə ürək 2x plus 3 yazıbsam, çöldəki şeydə 2x plus 3 olmalı. İçi çölünə bərabər. Bax, 5-ciyə baxaq birinci. Cümləyə bax, birim fonksiyondur. İçində nədir o? 3a minus 5. O nəyə bərabər olsun? 2a plus 2. İçindəki şey çöldəkinə bərabər. 3a çıx 5 bərabərdir 2a plus 7'ye. Buradan A bərabərdir 12 oldu mu? Sonra bitti. İndi qayıtdım yuxarıda. Bax, demirəm içindəki şey misalın özü ona bərabər olsun. Aydın oldu. Demək bu getdi. Bax, bu hissəsi yoxdur. Mən bir bax, tənliklərdə deyilir deyə birinci dərəcəsindəkilərdə. Burada bir x-lı var, elə deyil. Digərlərin hamısını onda mən 0 aparacağım ki, onlar bu tərəfdə yoxdur. Aydın oldu. Aha, bunu 0 aparanda əmsalına 0 dedim. A-nın qiyməti nə çıxdı? 1. Mənfi 1. Bunu 0, bu qaldı. Bunu da 0 apardım. C 3 bərabər 0, C 3 oldu mu? Qəşəng. İndi gəldi, burada x qalmalı. X-in qarşısı 1-dir axı. Onda bu şey 1 olması üçün B-yə nə deyəcəm? B plus 2 bərabərdir mənfi 1 isə B-imizin qiyməti mənfi 3 olur. Tamam, bu şəkildə. Mən indi misal biraz dəyişdirirəm həqiqə. Fərz elə ki, f-in içindəki bu olub. 2x kvadratı üstə gəl 5 olub. İçi çölünə bərabər olsun demişdim, elə deyil. Bunun içində kim var? Kvadratlı şey var. Demək, a plus 1 niyə bərabər olmalıdır? Bunun qarşısı nədir? 2 olmalıdır. Burada sərbəsəd var, görürsən? Burada da sərbəsəd var. Nədir? 5. Demək, bu şey 5 olmalıdır. Aydın oldu. Amma bunun içində görsən x-lı yoxdur. Demək, bu şey 0-a getməlidir. Aydın oldu. Olanları saxlayırsan, olmayanları 0 deyirsən. Demək, a plus 1 2-yə bərabərdirsə a-mız 1'miş. Aydın oldu. Bu b bərabərdir, mənfi 2 olsun. C də buradan bərabərdir, 5 oyuna keçəcək. O da 8 olacaq. Aydın oldu. Bir dənə yazaq, nümunə olaraq. Əla, süper. Birim fonksiyon. İçi çölünə bərabər olsun. Olan qalsın, olmayanların hamısına 0 verir. Şey, bundan ibarətdir. Gəldik. Belə deyək də, fonksiyonun həyatı bunun üstündə qurulur. Fonksiyonun tərsi temasında. Bir yandan qəşəng dinləyirsən. Çünki bütün qrafikdə, hər şeydə bizə lazım olacaq. Bax, burada bir sürü şərtlər yazıb, tamam. Bunlardan heç birini əzbər yadda saxlamağını istəməyəcəm bu hissəsində. Fonksiyonun tərsi dedikdə, biz məktəbdən də görmüşük. Əgər normalda fx y-ə bərabər idi, elə deyil.
F'in üstün mənfi atan da y keçir buna. X çıxıb çölə. İçi ilə çölün yer dəyişir. Tamam. Hətta gəl bax onun üzərinə ən qısa nümunəni burada deyim. Bax, mənə bunun tərsini istəyir, elə deyil. Bu çöldəki içəriyə girəndə bu hara çıxmalıdır? Vəssalam, gördün? Başa düşdün? Heç nə indi cəbəlləşmir. Bu belə, indi orasına gələcəm, başqa qaydalardır. Bax, burada görürsən, neyini? Fx bərabərdir 3x plus 1'dir, elə deyil. Əslində x 3'ə vurur, üstünə nə gəlir? 1 gəlir. Bax, bunun içində nə var? X. Deyəcəm ki, burada x-ə getməliyim. Buradakı x-i sabit, tək saxlamalıyıq. Bax, nə edirsən? 1'i keçirdin o yana, nə olacaq? Çıx 1. Qaldı burada 3x. İndi ki, buradakı x-i tapmaq üçün hər tərəfi çöbələrəm. Tərs. Nə olur? Demək ki, bax, bunu yazırsan x-a geçsin. Bunu bu yana attın. Plus 6. O 4x'ı bölüsün 4. Şey olur ya, bu multiklerde var ya, linti geri çevirləri. Onun kimi düşün. Əslində 4'də vurub 6 çıxmayıb. Kafadan bir x-i yazdım. 6'dan son çıxmışsan, elə də üstünə 6 gəlməlisən. 4'də vurmuşdun axı, əməlin tərsinədir, bölmə. Mesela qüvvəti yüksəlsə kök alacaqsın. Yaxşı, bura qədər hər şey aladı. İndi bu suala baxaq. X yazdım. Ne yiyəcəksə? Aşağıdakı nə var? 3'ə deyil. Onu da 3'ə vurdu. Bu getdi. Və son bitdi. Aydın oldu. Burada x yazdım. 4'ə bölməliyik. Ən birinci nə yiyəcəksən? 3'ə vurdum. Sonra nə yiyəcəm? Qalxdım yuxarı. Çıxmalıyıq 2, bölməliyik 4'ə. Əla, süper. Bir dənə yadda saxlamağı istədiyim şey bir sənədir. Kəsirlər. Bu qədər qaydanın içində bir dənə kəsirləri yadda saxla. Kəsirlər uzun gedir çünki. Fikir versən, bax bunun tərsini tapanda, bu anlı belə deyil. Sadəcə neyi? Sadəcə götürüb aynı beynina, işarələrlə yer dəyişməyir başa, başqa heç bir şey eləmir. Sadəcə onu eləyəcəksən. Götürürsən, demək bu arada diqqətli ol. Mən də imtahanlarını eləyirəm, normalda onu sınavlarda da eləyirlər. X-i bilirsən eləyirlər, X-i burada yazırlar, yəni tutaqlı birini burada yazırlar, onu götürüb burada yazırlar. Çalış X-in altında olsun, ədəd-ədədin altında olsun. Yaxşı, bu formada təmin edə bilərsən. İndi getdik, bu suala bax. Demək ki, sadəcə eləyəcəyin şey nədir? 4 mənfi 2'ni yerində. Həm də işarələrini dəyişmək. Mənfi 2 yuxarıya nə deyib keçəcək? Mənfi 2x. Yox, işarəsini dəyişirsən. Müsbət 2. 2 qız çıx 6 olacaq. 2 qız 4 işarəsini dəyişəndə Mənfi olacaq. və salam bitdi. Gördün? Cavabı gördük. Bu forma. Gəl bir dənəsində baxaq. Bax bura. İndi nə olacaq? Mənfi 1 yuxarı çıxaq. X üstə gəlsin 5, Yaşa. X üstə gəlsin 2. Və salam bitdi bebeğim. Bu belə. Burada görürsən biraz anlamlı yazın. Yuxarıda aşağı birinci mənfiyə vur. Mənfiyə vuranda 2 qız minus 5. Aşağıda x minus 1 oldu mu? İndi bunun tərsini tap. X minus 5, Göşər. X minus 2. Və salam bitdi. Aydın oldu. Bu belə. Bunu dedik. Gəldik belə. İndi müəllimə bayaq belə bir şey dedim. Tərsini tapana bax. Normalde bunun üstündə mənfi olmasaydı, bayaq gözəlliyə görə içini 6'ya bərabər eləyirdi. Elə deyil. Tərsini deyəndə bu girəcək bunun içinə. İçindəki çıxacaq nəyə? Şöyle. Gördün? İndi deyirəm bunun içi nəyə bərabər olsun? 6'ya. Nə qoyum ondan? 2 vur 2 üstə gəl 1. 5. İndi bu sxemdə bir dənə fikir verdinsə, mən tərsi deyəndə qarşını 6'ya bərabər elədim. Nədir? Bunu otomatik bir dənə yadda saxla. Bir də bu mərhələni yazma. Bunu bura fırlayım yazma. Kafadan doğru olsa içinə bərabər, tərs olanı tərsinə çevrilir də. Yəni qarşıdakını 6'ya bərabər eləyəcəksən. O məsələn, indi kimi 7'ye bərabər eləyəcəksən burada? İçini yoxsa qarşıda duranı? Qarşıda duranı. Aha, bunu 7'ye bərabər eləyəcək. X-in dəyəri buradan nə verəcək? 2 verəcək. O 2'ni salırsan, bunun içini hesablayırsan. 2 çıx 5 sənə və salam bitdi. Bax, gəldik bura. Nə olsun, burası sualmış kimi düşündə, tamam. Kimi 2'ye bərabər eləyəcək? X üstə gəlsin 1 bölüsün. Aha, bunu 2'ye bərabər eləyəndə X-in dəyəri 5. X 5 saldım bura. 3 vur 5, üstə gəl bir cavab olmalıdır. Şu böyle, bu böyle. Aha, ən illət olanı budur. Bax, yuxarıdakı sxem kimi eləyəcək, tamam mı? Bu parçalıda biraz uzun gelir. Parçalıda nə eləyəcəksən?
Normalda bunun üstündə mənfi olmasaydı qarşıya baxıb işləyirdi, elə deyil. Amma burada baxmırsan. Çünki funksiyanın tərsini tapanda təyin oblastıdan qiymətlər oblasti yer dəyişdirir, tamam mı? Sən nə edirsən? Əvvəlcə elə bil ki, fx nəyə bərabərdir? Fx-imiz ya bərabər x kvadratı çıx 1-ə, ya da fx-imiz bərabərdir x plus 1-ə. Elə deyil. İndi tərsi olanda cavabı 8-ə bərabər edirik də. Gördün? İndi buradan x kvadratı bərabərdir 9-a. X-in qiyməti nə olacaq? 3 ya da x-in qiyməti mənfi 3. Bunlardan hansı şərt ödəyir? Yuxarıdakı. Aha. 3. 3. Onda bunu atdım. Aydın olur. Həqiqətən gətirib bunu hesablayanda da bu 7 verir. Bu buradakı şərti ödəmir. Gördün? Demək bunların heç biri həll edir. Cavab nə olacaq? 3. Tərsi nəyə bərabər oldu? 3-ə. Bir də bax buna baxırsan. İndi bu dəfə bayaq nə dedi? Bundan öncə demişdik ki, birində ödürsə otomatik o birisi digərində ödür, elə deyil. Demək bu dəfə də bunu 0-a bərabər edirsən. X'ın da qiyməti mənfi 1. Həqiqətən mənfi 1 2-dən kiçik görürsən. Bu şeyin də qiyməti oldu mənfi 1. 3 çıx 1. Cavab sənə 2 verdi. Bu şəkildə işlənir. Bunlar göstərilən sorularıyla gəldik bunlardan. Məncə bax, bu tip soruları işləyəndə isə bunun tərsinin tapılmasında bunu bir şeyin çöldən mörtəzə kvadratı kimi göstərməliyik. A plus B ya da A minus B'nin mörtəzə kvadratı. Yəni nə demək istəyirəm? Bax, x kvadratı çıx 4x plus burada nə durmalı? Bu bir şeyin çöldən kvadratı olsun, mörtəzə kvadratı olsun. 2 AB təmizləyir. A haqqı qəşəng. 4 olanı kənarda bir dənə 1 qaldı. Bu hissə mənə nəyin asılışıdır? X minus 2'nin kvadratı. Qəşəng, üstə gəl bir yaxşı. İndi bunun tərsini tapıram. Bura x. 1 o yana atdım, nə olacaq? Çıx 1 oldu, gördün? Bu getdi. Sonra kvadrata yüksəltmənin tərsi nədir? Yüksəltmənin əməlin tərsi kök almalıdır deyil. Aldım bundan kök. Getdi. Sonra girdim içərisinə. 2 çıxmışdımsa 2-ni deyəcəm. Ya başka bir misal özümden yazdım onun altına. Yazıram fx bərabərdir. Tutaq x kvadratı plus 6x plus 13. Deyirəm bunun tərsini tap. Demək. X kvadratı üstə gəlsin 6x, üstə gəlsin 9. Aha. Üstə gəlsin 4. Hissəsini. 1. X plus 3 Aha. kvadratı. Qəşəng. Üstə gəldi. Üstə gəlsin. İndi bunun tərsini tapanda. Onun tərsini tapanda kökə salıb. Yox, gözlə, yavaş yavaş. X. En son neynəmsən? Üstə gəlsin 4 çıxacam 4. Aha, çıxdın 4. Getdi, bu getdi, gördün, sildin. Sonra neynəmsən? Kvadratı yüksəltsən, neynəyəcəksən? Kökə salacam. Kökə salacaqsan. Çıxacam 3. Nasıl salamıyorum? Bu kadar. Aydındır. Bu Anladım. böyle. Bütün ülke ters teması bundan ibaret değil. Geldi indi işimiz rahatlaşır. Bu özellikler rahat olur. Bir çətin bir yazsan, bir çətin bir yazsan gelir. Bak əvvəl sənə var ha, F2 hesabla deyəndə x gördüyün yerə nə yazırdı? 2 yazma hesabla. İndi də deyirəm içində x gördüyüm, bak bu şeyin əvəzinə nə yapar yerinə qoyduram? X plus. Yani 2 vur, x plus 1 plus 1. O da sana 2x plus 3 elədi mi? Gördük. Geldi indi bu soruya. Burada x gördüğün yere ne koydu ya? X çık 2. Aha 3 vurulma. X sık 2 üste gel 4. O da 3x sık 6 üste gel 4. 3x minus 2 elədi. Tam aydınlı da. Mesela burada da aparıp bunu koysan x plus 1'in neyi? Kvadratı çık 3 yazmalısın ne değil? X kvadrat plus 2x plus 1 çık 3. O da mənə bura mənfi 2 verəcək bir başa yazaq. Aydınlı. İşte bu şekilde işlem. Başa düşülmeyen bir şey kaldı. Geldik burada tersine bak. Burada artı x plus 1 koydular, tamam mı? Ama benden x istiyor. Sen düşün ki bunun əvəzinə bunu yazmalısın. X plus 1 əvəzinə x yazmalısın. Onda bu x'in əvəzinə aparıb yuxarıda nə yazacaqsan? X minus 1. Düşün x plus 1'den x'in yazalarsan 1 çıxar alarsan, öyle değil. Yani sen bunun əvəzinə, buradaki x'in əvəzinə x minus 1 yazılması eləyəcəksən. O da bunun neydi? Nasıl? Demek qayda nədir? Buradan əgər bundan buna, bak burada unutsan belə şey kimi yadda saxla da. Buradaki x'in əvəzinə nə qoyulur? X plus 1 var. Buradaki x'in burada qiyməti bilirsən də, x'in əvəzinə nə qoyulur? X plus 1. Misalda x'in əvəzinə bunu qoy. Buradaki x'in ama nə olduğunu bilmirsən. Bak burada x plus 1'in yerine nə qoyulur? X qoyulur. Yani bu x'i tapanda x bərabər x plus